Soruşurlar ki, hizbi nə deməkdir? Hizbi, yəni bir fikir üzərində və ya bir ideologiya üzərində birləşən cəmaatdır. Hizb buna deyilir. Və təbii ki, Allahın da cəmaatı var və iblisin də. Allahın cəmaatı əhl-i-sünnə vəl-cəmaatdır. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin bölünməyindən xəbər verəndə deyir ki, birindən başqa hamısı oddadır və soruşurlar ki, onlar kimdir? Deyir, onlar cəmaatdırlar. Yəni əhl-i-sünnə vəl-cəmaat. Başqa rivayətdə isə mən və sahabələrimin yolu üzərində olanlar. Bunlar Allahın hizbidir. Yəni Allahın yolunu aparan cəmaat, Allahın yoluna dəvət edən cəmaat. Və ikinci isə hizb-ü şeytan, şeytan hizbi. Və bunlar çoxdular. İxvanül Müslimin, Cəmaətul İslamiyyə və s. və s. Xavaric, təkfiriyyun çoxdular. Və həmçinin indiki hizbiçilər, müməyyilər və onların ətrafında və ya onların müdafiə etdiyi hizbiçilər, o kəslər ki, ixvanları müdafiə edirlər, onlar ki, sələf alimlərinə dil uzadırlar, sələf dəvətçilərinə dil uzadırlar və bunun müqabilində sələfi şeyxlərini ittiham edirlər, təyin edirlər. O kəslər ki, İxvanül Müslimin, xüsusən təkfir, xavaric problemləri olan insanları sələflikdən çıxartmırlar. O kəslər ki, müəyyən şəxslərə görə haqqı qəbul etmək istəmirlər. O şəxslər ki, müəyyən şəxslərə görə vələ və bara, dost və düşmançılıq qururlar. Və bu sifətlər hizbiçilərin sifətidir. Və onların ən bariz sifətlərindən biri alimlərə dil uzatmaqlarıdır. Və onların ən çox sevmədiyi alim də Şeyx Rabi' İbn Omar, Həfizəhullah, Əbu Omar Rabi' Həfizəhullah, Şeyx Rabini sevmirlər, həmçinin Şeyx Ubeyd Əl-Cəbirini sevmirlər və həmçinin Şeyx Abdullah Əl-Buxarini sevmirlər, həmçinin Şeyx Muhammed Əmən Əl-Cəmini sevmirlər, həmçinin Şeyx Əhməd Yəhyə Nəcmini sevmirlər, həmçinin Şeyx Muhammed Səid Raslani sevmirlər. Bunlar olan sifətidir. Onlar Şeyx Rabi, Əbu Omar, Rabi Mədxəlini ən şiddətli şəkildə inkar edirlər və xüsusi məclislərində, yəni yeni istilahla desək, əmanət məclislərində şeyxi təyin edirlər. Ümumi alə ruusil əşhəd cəmaatın qabağında isə şeyxə rahiməhullah və yahfizəhullah bu cür insanlara alladırlar. Allah onu qorusun, Allah ona rəhm etsin, şeyximizdir deyirlər. Lakin gizlinə çəkinəndə isə şeyxə təyin edirlər. Və bu həmçinin həddadilikdən paydır. Və həmçinin hizbiçilərin sifətlərindən onlarda xavariclik var. Çünki onlarda alimlərə təyin olduğuna görə və ona görə alimlər gətirir ki, hər bir alimə dil uzadan firqədə xavariclikdən pay var. Və bu hizbiçilərdə də bunu görürsünüz. Şeyx Abdullah Buxariyə təyin edirlər və həddadilərin sözünü gətirirlər və s. və s. Və bu onların sifətləridir. Və bunlardan uzaq durmaq məsləhətdir və yaxşıdır ki, ümumən o insanları və o insanların dərslərini tərk edəsiniz və məsləhətdir ki, onların ümumiyyətlə məclislərinə getməyəsiniz və onlardan bacardığınız qədər uzaq olasınız. Allah daha doğrusu.